Bir əməliyyat barəsində bölüşmək istəyirəm. Bu xəstə xroniki çanaq ağrılarına müraciət edib. Anamnezində kесarya kesiyi əməliyyatı olub. Yəni əməliyyat yolunda uşaq doğulub. Və əməliyyatdan sonra bunda ağrılar başlayıb. Yəni ondan sonra bir dəfə laparoskopiyaya götürüblər. Laparoskopiyada bitişmələr qismən açılıb. Tam açılmayıb və orada bir uşaqlıqda miyom olmasına baxımı da götürülüb. Yəqin bitişmələr o çətin götürüləsə bitişmələr altında olub. Ona görə bəlkə texniki cəhətdən götürə bilmirlər. Bu həmin ikinci laparoskopik əməliyyat olmasına baxmayaraq yenə də ağrılar davam edib. Sadəcə olaraq üçüncü də, yəni ki biz laparoskopik əməliyyata götürdük. Bu bütün bitişmələri ayırıldıq. Uşaqlıq qarın ön divarına tam şəkildə azad elədik. Həmin miyommanı da götürdük. Biraz xarakterik özünə məxsus miyomma idi. Yəni miyommalar bəzi kapsulalar olur, soyub çıxarmaq asandır texniki cəhətdən. Amma belə miyommaların konkret kapsulaları olmur. Ona görə də bunların götürülməsi texniki cəhətdən biraz çətindir. Buna adenomiyoma, yəni belə bir törəmədir. Onu götürdük. İndi o əməliyyatı sizə təqdim etmək istəyirəm. Bitişmələr tam şəkildə ayrıldı. Hansılar ki, ikinci əməliyyatda qalmışdı. Tam ayrılır və miyommanı götürdük, yerini tikdik. Bu artımlar deməli birinci əməliyyatda olan hissəyə görə olan əməliyyatdan sonra yoğun bağırsağa bitişmə vermişdi. Xəstədə bitişmələri ayırdıq, boruları, keçiriciləri də bərpa elədik. Miyommanı da götürdük. Sonucda bu xəstəni demək olar kiçik çanaqda bütün anatomiyanı bərpa etdik və nəticə olaraq bu xəstə hamilə də qala bilər.